bu videoya necə başlayım, nədən başlayım bilmirəm. Uzun müddətdir YouTube kanalımda mənasız gəzintilərim seriyasından videolar olmurdu. Düşündüm ki, bugün elə yürüyüşə çıxmışkən sizin üçün faydalı məlumatlar bölüşüm. Həmçinin mən harda necə gəzirəm, nəsə göstərmiş olaram. Bəlkə sizin üçün maraqlı olar. Amma başlıq mənasız gəzintilər olanda düşünürəm ki, bir çox insanların diqqətini çəkməz. Amma yenə də, əgər maraqlıdırsa baxa bilərsiniz. Desəm, belə gəzintiyə çıxan zaman ağlımda heç bir mövzu olmur. Yəni, düşünmürəm ki, hansı mövzu ətrafında danışa bilərəm. Çünki ancaq fikrimi gəzintiyə fokuslayıram və adətən gəzintiyə çıxan zaman mən ona görə mənasız seriyası adlanır ki, heç bir plan qurmuram ki, harasa gedə bilərəm, buradan dönüm bu tərəfə keçeyim, oradan o tərəfə keçeyim. Yəni, belə bir fikrim olmur. Sadəcə spontan şəkildə yeriyirəm və düşünürəm ki, bu əslində mənim hansısa ehtiyaclarımın qarşılanmasından dolayıdır. Məsələn, belə spontan şəkildə gəzəndə insan ki, azadlıq ehtiyacı qarşılanır. Yəni, sən artıq özün özünə qərar verirsən, hara gəldi, ora gedirsən, yəni sənin sərhədlərin olmur bir mənada və müəyyən qədər özümü daha yaxşı hiss edirəm. Bugün onu da etiraf edeyim ki, biraz səhər-səhər stres yaşamışam işlə bağlı. Düşündüm ki, evdə qalıb hansısa məşğuliyyətə fokuslamaq mənim üçün çətin ola bilər. Ona görə də yürüyüş etməyi seçdim. Qeyd edeyim ki, insan müxtəlif vasitələrlə öz stres səviyyəsini azalda bilər. Amma mənim üçün ən öndə gələnlərindən biri yürüyüş etməkdir. Yəni, spontan şəkildə tez-tez yerimək. Bu, həm stres səviyyəsini azaldır, həm də bir mənada da insan hərəkət ehtiyacını qarşılayır. Yəni, günlük hərəkət ehtiyacımızı müəyyən səviyyədə qarşılaya bilir. Mövzu ətrafında danışım ki, sizin üçün də maraqlı olsun. Onu da deyim ki, mən hərəkətdə olan zaman düşüncələrim daha aktiv olur və spontan şəkildə danışım daha çox diqqət çəkir və daha çox izləyicinin marağına səbəb olur. Buna görə bu vəziyyətdə danışmağa üstünlük verirəm. Və ilk ağlıma gələn mövzulardan biri bu oldu ki, biz həyatımızda necə xoşbəxt ola bilərik, necə azad ola bilərik. Ümumiyyətlə, azadlıq anlayışı nə deməkdir bizlərə görə? Mənim də həyatımda əsas prinsiplərindən biri azadlıq şüarıdır. Yəni, öz həyatımın memarı olmağa çalışıram. Biraz hündürlüyə qalxam deyə təngi nəfəs oldum, neysə. Bu haqda danışacağım. Həmçinin burada əgər maraqlı bir yerlərə rast gəlsək, sizə göstərəcəm. Sıxıcı olmasın söhbətlər sizin üçün. Mənə görə insanın psixoloji doğuşu nə zaman həyata keçir? İnsan özünün xilaskarı olduğunu anlayanda, başa düşəndə. Biz uşaqlıq dönəmindən müəyyən təcrübələr qazanırıq həyatımızda. Öz atamızla, anamızla və yaxud bizə yaxın olan digər insanlarla problemlər yaşayırıq və təbii olaraq yəni, bu insanlara da bağlanırıq. Bağlanma ehtiyacımızı qarşılayırıq. Və insan bağlanma ehtiyacı yarandığı insanlardan müəyyən bir gözlənti içərisində olur. Yəni, bunu tanımaq qeyri-mümkündür. Həmin o gözləntilərə də dayanaraq böyüyəndə hər zaman başqalarının onun həyatını xilas edə bilər düşüncəsi onda yaranır. Yəni, kimsə mənim həyatımda mənə dəstək ola biləcək, mənim irəli getməyimə, filankəsin yaxını tanışı var idi, onu irəli apardı, istər iş baxımları, istər ailə həyatı qurmaq baxımından və s. Yəni, bütün hər bir şey bura aid edə bilərsiniz. Bunlarla bağlı insan öz təsəvvüründə fikirlər formalaşdırır ki, yəni, belə bir şey olmalıdır, mənim həyatımı başqa biri xilas eləməlidir, mənə dəstək olmalıdır. Amma bir anda ki, insan həmin o psixologiyadan çıxır, düşünür ki, bu həyatda ona kömək edə biləcək nə atası, nə anası, nə qardaş, yəni heç kəs yoxdur. Bu həyatda insan özü-özünə dəstək olmalıdır. Bu təfəkkürə gələnəndən sonra insan həyatına çox ciddi şəkildə dəyişikliklər özünü göstərir. Yəni, mənim deməyə çalışdığım budur. Və mən bəlkə də indi də biraz qalıb, çünki bağlanma insanın təbii ehtiyaclarından biridir və biz kiməsə bağlanarıq, onlardan müəyyən gözləntilərimiz yaranır. Amma bunu şuurlu olaraq dərk edəndə ki, mən bağlansam belə, insanlardan gözləntimi az tutacağım, bu insanlarla münasibətimə, həmçinin öz şəxsi inkişafıma maneə olur. Bunu başa düşəndə artıq insan dəyişməyə başlayır. Həyatda şükranlıq hissi də artır. Biz nə qədər ki, başqalarının gözlənti içərisində oluruq, onları bizim həyatımıza təsir edəcəyini düşünürük, bizim həyata qarşı şükranlıq duyğumuz azalır. Çünki gözləntilər təbii olaraq yerinə yetməyəcək, başqalarına gözlədiyimiz üçün. Və insanlara, həyata qarşı müəyyən qədər aqressiyamız yaranmış olacaq. Düşündüyümdən daha da küləyliymiş bura, küləkli hava o qədər dirəyincə olmur. Çünki istər tozun qalxması və hücumdar yelkənin yaranması baxımından, istərsə də saç sistemini dəyişməsi baxımından. Amma öyrəşməliyəm. Mən həyatımda qədər də bəlirsizlik sevən bir insan deyiləm, amma bəzən
özümə belə imkan yaradıram. Tanımadığım yerlərə gedirəm ki, arxada yaxşı mahnı oxuyurlar. İmkan yaradıram ki, yəni həmin o hissi özümdə müəyyən qədər aşa bilim. Çünki həyatda hər şey kontrol eləməyə çalışanda insan həyatında yəni qarşısına çıxa biləcək sürprizləri qaçırır. Yəni bunu son zamanlarda anlamışam. Əslində bəzən istədiyimdən daha fərqli şeylər olur. Yəni mən hansısa bir işimi planlayıram və onu planladığım təqdirdə, yerinə yetirdiyim təqdirdə həyatım daha yaxşı olacağını düşünürəm. Bəzən elə olur ki, mən planladığım və uğrunda əmək göstərdiyim bir iş alınmır və orada çox böyük ümidsizliyə qapılıram təbii olaraq, yəni bir insan kimi. Amma son zamanlarda artıq bunun fəlsəfəsini başa düşmüşəm. Düşünürəm ki, bunun özü belə insan həyatında nələrisə dərk etmək üçün bir vasitədir. Bir fürsətdir deyərdim hətta. Ona görə də bəzən həyatınızı öz axışına buraxmaq, onu müəyyən qədər idarədən çıxarmaq daha faydalıdır. Mən özüm təkliyi və səssizliyi çox sevən insanam, amma bəzən çox insan içərisində getmək, özün səssiz olaraq hərəkət eləmək mənim üçün çox böyük terapiya olur. Ona görə ki, yalnız olmadığımı hiss edirəm. Çünki insan olaraq nə qədər təkliyi, yalnızlığı çəkilsək də bir insanın başqasına ehtiyacı olur hər zaman. Uzaqdan belə olsa, yəni onu hiss etməyə ehtiyac duyursan. Ətrafında çox insan var, yalnız deyilsən. Və əslində insanın gücsüzlüyü deyil. Əvvəl elə düşünürdüm ki, insan çox güclü olsa, onda belə bir istək, belə bir ehtiyac yaranmaz. Amma sonra anladım ki, bu bir ehtiyac, bir gücsüzlük deyil, bir ehtiyacdır və biz bunu qarşılamamız təbii və normal bir haldır. Bu qədər isti olacağını düşünürdüm. Bəzən əslində insan xarakterinə bənzəyir. Bəzən emosional olaraq dəyişir insanı. Birdən-birə yaxşı olmaq, birdən-birə dəyişməyə, bağlıyamsa dəyişməsi. Demək, hava şəraiti hazırda ona bənzəyir. Hava dəridir. Biz məsuliyyət hissi haqqında qalmışlar. İnsan öz həyatı məsuliyyətini götürməsi, həyatını dəyişməsi. Bunu davamlı. Yaxın saatlarda, yaxın dəqiqələrdə danışacağım. Ənənəvi olaraq özümdən çay götürdüm və elə bir yer axtarıram ki, külək əks istiqamətdə əsməsin. Ən son məsuliyyət hissindən danışırdım. Mən özüm spontan şəkildə hərəkət edirəm ki, mövzular da spontan şəkildə ola bilər. Sadəcə bir-birindən əlaqələndirsək, düşünürəm ki, bir məna çıxara bilərik. Mən keçən dəfə bir seminarda, forumda oldum. Orada danışılan söhbətlər də mənim düşüncə tərzimi sanki yenilədi. Çünki o təfəkkürdə olan birinə, həmin təfəkkürdə olan birinə həmin düşüncələr daha fərqli şəkildə təsir edir. Sanki sənin öz daxilində olan o bilgini bir daha kimsə sübut edir və o insanlar səndən daha böyükdür, səndən daha bir baxımdan üstün olurlar. Bu qürur verici olur, həm də sən artıq düzgün yolda olduğunu anlayırsan. Mən bir daha təsdiqlədim ki, insan bu həyatda öz yıxanı, öz ayağına qalmağa bacarmalıdır. Əgər sənin kimləsə gözləntin varsa, kimləsə kömək gələcəyini düşünürsənsə, bu sənin üçün çox çətin olacaq. Yəni o gözləntilərin boşa getməsi, bundan əlavə sənin axtarışda olmağın, öz potensialını istifadə edə bilməməyin, bütün bunların hər biri uğur qazanmağında böyük bir maliyyə ola bilər. Axır ki, normal bir yer tapa bilir. Adətən çölə çıxanda, bu tərəflərə gələndə çay götürməyi unutmuram. Çünki bunun mənim üçün xüsusi bir zövqü var. Yox, çox sağ ol. Xüsusi bir zövqü var və əksər hallarda burada gəlib əyləşirəm. Həm insanlar çox gəlib keçməyən bir yerdə, həm də küləyin istiqamətinə görə yaxşı yer, gün işığı da o qədər də çox dəymir bu baxımdan. Düzdür, hava çox küləklidir, amma düşünürəm ki, səsim daha yaxşı gedər mikrofondan. Çünki hara getsəm belə görürəm ki, külək var ərazidə. Amma danışmadan da dayana bilmirəm. Çünki bu mövzu məni çox düşünürəm bu son müddətdə, son günlərdə. Və düşünürəm ki, bir insan əgər öz həyatını qurmaq istəyirsə, öz həyatının memarı olmaq istəyirsə, ilk növbədə gözün qarşısında həyatda qarşına çıxa biləcək problemlərlə baş etməyin yolları gəlməlidir. Daha doğrusu bunu gözə almalıdır ki, bu həyatda mən tək bir yola çıxıramsa, orada problemlərlə qarşılaşacağım və həyatımda bir çox məsuliyyətləri özüm öz üzərimə götürməyə bacarmalıyam. Bu məsuliyyətin dırnaqarası altına girirsə, bu məsuliyyəti gözə alırsa bir insan, o insan həqiqətən də yola çıxanda uğur qazana bilir. Yəni əsas məsələlərdən biri budur. Və insan o məsuliyyəti öz üzərində dərk elədikcə, həmin o yola çıxanda, problemlərlə qarşılaşanda, o problemləri dərk elədikcə insanda bir özgüvən formalaşır. O nə istədiyini bilir və o yolda əslində insan formalaşır. Yəni biz tam özümüzü özgüvənli hiss edək, hər şey qaydasına düşsün, sonra bir yola çıxaq, kimdənsə ayrılaq, kimdənsə
belə demək mümkünsə əlaqəmizi kəsək, bütün məsuliyyətləri üzərimizə sonra götürərik. Belə bir düşüncə tərzində olmaq əslində insanı geri salan əsas məsələlərdən biridir. Bu səbəbdən dolayı düşünürəm ki, insan başlayandan sonra inkişaf edib başlamaq, bu bizim özümüzü müdafiə etməyimiz üçün, özümüzü sığortalamağımız üçün özümüzə formalaşdırdığımız bir düşüncə tərzidir. Yəni bir insan əgər daim başqalarını fahlandırırsa, başqalarına kömək umursa, hər zaman münasibət qurub romantik münasibətləri nəzərdə tutan gənclərin çoxu yəni bir qaçış vasitəsi olaraq həyatına bir insan alır və ona yatırım eləməyə başlayır. Çünki öz potensialını təbii şəkildə doğrulda bilmir və çıxışı onu münasibətdə görür, özünü orada təsdiq eləmək istəyir. Özünün təsdiq ehtiyacını o formada qarşılamağa çalışır. Amma bu heç də belə deyil. Siz özünüzü inkişaf elətdirməsəniz, müəyyən qədər addımlamasanız, münasibətlərinizdə də o geri çəkilmə halları olacaq. Ya qarşı tərəf sizə həmin o münasibətdə geri çəkilməyə məcbur eləyəcək, ya siz özünüz bir müddətdən sonra qarşı tərəflə münasibətsə uğursuz gələcək, mənasız görüləcək. Buna görə də düşünürəm ki, hər insan ilk növbədə öz potensialını kəşf eləməlidir, özünü müəyyən bir səviyyəyə çatdırmalıdır. İstər maddi inkişaf baxımından, istər mənəvi inkişaf baxımından özünü anlamalıdır, özünü dərk eləməlidir, nə istədiyini bilməlidir. Bundan sonra müəyyən bir şeylərə qərar vermək olar. Və bu da təbii ki, məsuliyyəti üzərinə götürmək və azad şəkildə yola çıxmaqla bağlıdır. Həyatda hər insan azad olmaq istəyir, amma azadlıq öz yanında bir məsuliyyət gətirir və insanlar məsuliyyətdən qorxduqlarına görə azadlıqdan qaçırlar. Biz o məsuliyyəti gözə alandan sonra azadlıq bizim üçün belə demək mümkünsə əziyyətimizin bir bəhrəsi olur. Əziyyət deməyim, zəhmətimizin bir bəhrəsi olur və onun qiymətini, qədrini daha çox bilirik. Ona görə də heç vaxt problemlərdən qorxmağa çalışmayın. Mən də bir insanam, mənim də zəif nöqtələrim var. Hansısa problemlərlə üzə gələndə mən də stres keçirirəm, onu idarə etməyə çalışıram. Bəzən idarə kontrol edə bilmədiyim məqamlar da olur, yəni bunu da başa düşürəm. Amma önəmli olan odur ki, bütün bunların qarşısında irəli getmək istəyirəm. Sizə də aşılamaq istədiyim budur ki, hər zaman irəli getməyə çalışın. Yəni nə qədər problemlərlə üzləşsəniz belə, nə qədər sizin ətrafınızda sizi geri çəkən insanlar olsa belə, nəyinsə alınmayacağını sizə bildirsələr belə, hansısa bir istiqamətdə gedirsinizsə, orada addımlar atmağa başlayın. Uğursuz belə olsanız, ən azından həyatınızda müəyyən bir dərs yaşamış olursunuz, müəyyən bir təcrübə qazanmış olursunuz. Həmin o uğursuzluğa bir təcrübə kimi baxanda, bu da insan psixologiyasına müəyyən qədər təsir göstərir və insan xarakterini dəyişə bilir. Psixologiyada belə məşhur bir təcrübə var, mənim indi ağlıma gəldi. Sadəcə təcrübənin neçənci ildə, təxminən neçə yaşlı uşaqların keçirildiyini bilmirəm. Amma ümumən mahiyyəti bundan ibarətdir ki, uşaqlara şirniyyat verirlər və o şirniyyatı 15 dəqiqə ərzində yeyən uşaqlara heç bir şey vəd vermirlər. Əgər uşaq 15 dəqiqə ərzində o şirniyyatı yeməsə, həmin o şirniyyatın ikincisini uşaqlara hədiyyə edəcəklər və bunu uşaqlara bildirirlər. Və sonra tədqiqatdan sonra o uşaqları böyüyənə qədər izləyiblər ki, bu uşaqların həyatına necə təsir göstərir. Məlum olub ki, öz həzzini ertələyə bilən uşaqlar, yəni o şirniyyatı 15 dəqiqə gözləyib ikincisini alan uşaqlar həyatda daha uğurludur. Bu təcrübə əslində bir çox şeyləri bizə göstərir. Mən düşünürəm ki, hazırda insanların bir çoxu o həzzini, yəni anlıq həzzini ertələməyi bacarmır. Və biz uşaq vaxtı necə olmuşuq? Öz valideynlərimiz bizə nəyisə deyir ki, bunu elə, onu elə, dərs oxu, ay nə bilim, yeməyini ye. Nəyisə valideynlərimiz bizə deyib deyə biz ona öyrəşmişik bir çoxlarımız və həyatımızda indi də kimisə bizə nəsə deməyini gözləyirik. Sanki anamız, atamız bizə desə ki, sən dərs oxu, yeməyini ye, o zaman biz hərəkətə keçə bilirik. Əks halda nəyisə eləməkdən çəkinirik. Yəni kimisə bizi xilas etməyini gözləmək də əslində belə bir psixologiyadan qaynaqlanır. Və bu sosial təcrübədən həmçinin bunu aydınlaşdırmaq lazımdır ki, insan həzzini nə qədər ertələməyə bacarırsa, gələcəyini də bir o qədər inşa eləyir. Günümüzdə də bizim hansısa bir markalara yatırım etməyimiz, yəni dırnaqarası yatırımı nəzərdə tutulan marka yerinə geyinməyimiz, bahalı saatlar, bahalı telefonlar istifadə etməyimiz, bizim üçün lazımsız yerlərə pul xərcləməyimiz, öz sağlamlığımızı ikinci plana atıb fast foodlardan istifadə etməyimiz, bütün bunlar əslində bizim anlıq həzzə yönəlməyimiz və özümüzü, gələcəyimizi bu günə satmağımızdır bir növ. Həm bizim üçün zərərlidir, həm də gələcəyimizi əlimizdən alır. Və bu mənada hər birimiz o anlıq həzlərin fərqində olmalıyıq. Məsələn, siz fast fooda çox pul verirsinizsə və yaxud da özünüzə çox dəyərli bildiyiniz bahalı əşyalar almağa meyillisinizsə, bunu başqa bir şeylərdən əvəzləyin. Bunu kurslara gedərək özünüzü inkişaf elətdirə bilərsiniz və yaxud da hansı bir fast fooda verdiyiniz pulu kitablara verib özünüzü inkişaf elətdirə bilərsiniz. Düşünün ki, sizin gələcəyiniz üçün daha yaxşı ola bilər. Nəinki bugün o qidalardan, o aksiyonlardan və yaxud da bahalı əşyalardan aldığınız həzdən daha çox üstün ola bilər. Mənəvi baxımdan insanın özünü inkişaf elətdirməsi gələcəkdə də özü üçün böyük bir yatırım hesab olunur.